Eğer öskürəkdən cəmi bir gecəyə canınızı qurtarmaq istəyirsinizsə və bu bəladan bir dəfəlik bezmisinizsə, hara baxsan hamı öskürür, ətrafda pandemiyadır. İsmail qardaşımın sizlərlə ucuz, sadə və effektiv reseptini paylaşacağım. Ev şəraitində hər kəs bax bunu qeyd eləyin, hazır eləyin. Zəmanət verirəm ki, için heç bir öskürək sizdə qalmayacaq. Təbii üsuldur. Dərmanla lazım deyil. Bax mən 30 yaşım var, hələ öskürək nədir bilmirəm. Sadəcə bu yolda yeganə sizlərdən xahişim odur ki, bax bu qədər təmənnasız reseptləri paylaşam. Videonu bəyənmə düyməsinə basın, like eləyin və səhifəmə abunə olun, takib edin, izləyin ki, növbəti faydalı videolarımı qaçırmayasınız. Hazırlaması üçün isə bir stəkana yumurtanın sarısını əlavə edirsiniz, 1 çay qaşığı kərə yağı, 1 çay qaşığı bal, 1 çay qaşığının yarısı soda və isti südü əlavə elədiniz. Qarışdırın. Gecə yatmazdan öncə bir stəkan için, istəsiz lap səhər də, istəsiz lap super olar. Səhər də bir stəkan için heç bir öskürək şırt deyə kəsəcək. Videonu dostlarınızla paylaşın, insanların sağlam qalması naminə. Bu arada sallanan qarnından siz də bax belə 2 həftəyə cəmi azad olmaq istəyirsinizsə, görün bədən forması necə dəyişib, qollar necə incəlib, özə dərmansız ev şəraitində xüsusi mənim metodikamdan Instagrama direktə mənə arıqlama proqramı yazın. Hər birinizə məlumat göndəriləcək. Sağlam və gözəl qalın.